Bismillahirrahmanirrahim. Hər birinizi salamlayıram. Çox möhtərəm və dəyərli Qiyam TV izləyiciləri. Növbəti bugünkü proqramımızda biz İran və Bizans müharibələri haqqında danışacağıq. Belə ki, öncəki proqramlarımızda buyurduğumuz kimi, bu Zərcüməhr ki, Ənüşrəvanın vəziri idi. Çox tədbirli, ağıllı, fərasətli bir vəzir olaraq Ənüşrəvanın çox böyük rəğbətini qazanmışdı. O öz tədbirləri sayəsində əksər hallarda İranı böyük təhlükələrdən qurtara bilmiş və zəfərlərin əldə olmasında əvəz olunmaz məsləhətlərini vermişdi. Amma bəzi hallarda söz gəzdirənlər hətta Ənüşrəvanla onun arasını vurmağa belə müvəffəq olmağa çalışır və buna nail ola bilirdilər. Həmin aravuranlar Ənüşrəvanın ölkə hüdudlarını genişləndirmək və əsas rəqibləri olan Bizansı zəiflətməkdən ötürü bu məqsədlə iki dövlət arasında bağlanmış əbədi sülh müqaviləsini pozmağa təhrik edirdilər. Beləliklə də iki ölkə arasında amansız bir müharibə başlayır. Qısa müddət ərzində İran ordusu Suriyanı ələ keçirdir, Antakyaya od vurub yandırır, Kiçik Asiyanı isə darmadağın edir. Hər iki tərəfə küllü miqdarda ziyan dəyəndən sonra 20 il davam edən üzücü, amansız və şiddətli müharibədə ki, davam elədi. Ondan sonra yeni bir sülh müqaviləsi bağlanır və Bizans imperiyası ildə 20.000 dinar vergi ödəmək şərti ilə hər iki dövlətin əvvəlki səyahətləri necədir? Bərpa olur. Məlum məsələdir ki, bu qədər davam etmiş müharibə ölkənin iqtisadına böyük zərbə endirir və İran dövlətinin tənəzzülə uğramasının bünövrəsini qoyur, səbəb olur. Hələ 20 illik müharibələrin nəticələri vurduğu ziyanlar aradan qalxmamış, 7 illik döyüş dövrü baş verir. Belə ki, yeni hakimiyyətə gəlmiş, kürsündə əyləşmiş İmperator Tivarius intiqam almaq məqsədi ilə İranı hədələyir. Bu döyüş zamanı Ənüşrəvan vəfat eləyir və oğlu Xosrov Pərviz hökmdar olur. O da bəzi şeyləri bəhanə getirərək 614-cü ildə Bizansa hücum edir və ilk hücum ərəfəsində Şam, Fələstin və Afrikanın şimalını ələ keçirdir, Yerusəlimi qarət eləyir, Qiyamət kilsəsi və İsa'nın qəbri xristianların fikrincə qəbrini yandırır, şəhərləri yerlə yeksan edir. 90 minə qədər xaspərəstin öldürüldüyü bu döyüş İran ordusunun qələbəsi ilə başa çatır. O vaxt ki, dünyanın ən mütərəqqi, ən qabaqcıl ölkələrinin başı qızğın döyüşlərə qarşı bir vaxtda 610-cu ildə miladi ilindən Hz. Muhammed sallallahu aleyhi və alihi və səlləmin peyğəmbər seçilməklə bütün dünyanın sülh, səfa, səmimiyyət və dostluğa çağırır. Təkallahlıq əqidəsində olan xristianların atəşpərəst məcuslərə, İranlılara məğlub olmasını Məkkəli bütpərəstlər müsbət mənəyə yazırdılar. Özlərinin də tezliklə Məkkədə təkallahlıq əqidəsində olanlara, yəni müsəlmanlara qalib gələcəklərini güman edirdilər, bildirirdilər. Müsəlmanlar bunu eşitində çox kədərləndilər. İslam Peyğəmbəri bu arada ilahi vəhyin gəlişini gözləyirdi. Nəhayət baş vermiş hadisə haqqında OAS-yə müsbət bildirən aşağıdakı ayələr nazil oldu. Səhv etmirəmsə Rum surəsinin əvvəl ayələridir. Bizanslılar İranlılara məğlub oldular. Ərəbistana ən yaxın bir yerdə Şam və İordaniyada. Lakin onlar bu məğlubiyyətdən sonra
qalib gələcəklər. Qur'anın qabaqcadan verdiyi bu möcüzəli xəbər 627 miladi ilində öz gerçəkliyinə yetişdi. Belə ki, Bizans imperatoru Herakl İran ərazilərinə hücum edib Neynəvanı ələ keçirir. Hər iki ordunun səbri artıq tükənmək üzrə idi. Allah Teala hər iki ölkədə yalnız ona sitayiş olunmasını istədiyi üçün çox çəkmir ki, Xosrov Pərviz oğlu Şirüyə tərəfindən qətlə yetirilir. Onun özü də 8 aydan sonra vəfat edir. Həmin ərəfədə İranda baş alıb gedən hərc-mərclik nəticəsində Şirüyədən sonra 4 il ərzində bir çox hökmdarlar taxta əyləşirlər ki, onların da 4-ü qadın olmuşdur. Nəhayət İslam ordusu öz hücumları ilə bu gerçəkliyə son qoyur. İranda təxminən 50 il davam edən keşməkeşlər də məhz müsəlmanların qələbələrinə yardımcı olur. Yəni, biz belə baxsaq, tarixə yenə bir baxış etsək, görərik ki, İslam qoşununun fütuhat sayəsində, İslamın yayılma sayəsində kənara çıxışında öncə qeyd etdiyimiz kimi o dövrdə də dünyanın iki böyük dövləti Yəsi var idi, Yəsi iki dövlət idi. Onların hər ikisi ilə müsəlmanlar arasında hərbi toqquşmalar oldu və hər iki imperiyanın daxilindəki vəziyyət, mərhumiyyətlər, azadlıqlı hallar müsəlman ordusunun tez qalib gəlməsində zəminə olmuşdur.